uğrunda minlərlə can verən şəhidin var. Vətənsən. Min illiklərlə tarixin var. Qədimsən. Tükənməz sərvətin var. Zənginsən. Yüksək mədəniyyətin, adət, ənənələrin var. Alisən. Bayraqlar sırasında ucalan üç rəngli bayrağın var. O bayrağı tanıdan, səni sabahlara aparan, sağlam düşüncəli, elmə, təhsilə doğru gedən vətəndaşların var. Bir neçə il bundan qabaq bu arazdan o tərəfə bu tərəfə quş da keçə bilməzdi. Simlər vardı. O tayda olan qardaşlarımız, bacılarımızdan həsrətdəydik. Onlar da bizdən həsrətdəydik. Görüşə bilmirdik. Heç arazın qırağından gəlib bir-birimizə də baxa bilmirdik. Son illər bütün bu sərhədlər götürüldü. Bütün bu simlər götürüldü. İndi artıq arazın o tayında, bu tayında olan qan qardaşları, din qardaşları, bacıları, ataları, anaları bir-biri ilə görüşməyə, bir-biri ilə əlaqə saxlamağa imkan alıblar. Bu böyük bir hadisədir. Bütün Azərbaycan xalqının, bizim Azərbaycanda yaşayan Azərbaycanlıların, müsəlmanların həyatında böyük bir hadisədir. Mən çox məmnunam bundan, çox məmnunam. Bilirəm ki, onlar yaxşı təhsil verirlər və ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində konkursdan keçirlər və medalyalar alırlar. Bu, bizim Azərbaycanda da bu təhsilin, yəni bu lisey səviyyəsində təhsilin inkişaf etməsinə kömək edir. Biz onu, məsələ, nümunə kimi qoyuruq, o birisi bizim məktəblər üçün. Buna görə mən çox məmnunam, təşəkkür edirəm. Mən burada Türk liseylərin fəaliyyətini yüksək qiymətləndirirəm və öz minnətdarlığımı bildirmək istəyirəm bu liseyləri burada yaradan və işlədən insanlara. Orada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək bir ödüllər alırlar, madalyalar alırlar. Bu bizi çox sevindirir. Yəni, bu onu göstərir ki, bu liseylər çox gözəl bir gələcək üçün, Azərbaycanın gələcəyi üçün gözəl kadrolar yetişdirir. Və əlbəttə ki, Cumhurbaşqanı kimi istərdim ki, bu liseylər öz fəaliyyətini davam etdirsinlər
fəaliyyətini daha da genişləndirsinlər. Sizlerle birlikte bu Türk okulunda beraber olmaktan çok büyük bir mutluluk duyuyorum. Bu vesileyle önce hepinizi muhabbetle selamlıyorum ve hepinizi gözlerinden öpüyorum. Nahçıvan, Azerbaycan'ın bir parçası ama Nahçıvan, Türkiye'de de sınırı olan bir komşu. O bakımdan sadece komşu değil, siyasi açıdan da Türkiye için çok önemli. Azerbaycan'ın birliğine, bütünlüğüne, toprak birliğine ne kadar çok önem veriyorsek, Nahçıvan'ın da çok münevver olmasına o kadar çok önem veriyoruz. Aynı zamanda binlerce yıl geriye giden Türk kültürünün burada, İslam kültürünün burada ne kadar köklü olduğunu da hep gördük. Burada şimdi sunumlarda öğrendim ki Türk okullarının ilki burada açılmış. İşte böyle bir okulun başarılarını da görmek beni ayrıca çok gururlandırdı. Bu okulun başarıları şimdi sizlersiniz. Bu okulun başarıları değerli öğretmenlerdir. Bunu başta rahmetli Haydar Aliyev, değerli kardeşim Sayın Cumhurbaşkanı İlham Aliyev hepsi görüyorlar, tasdik ediyorlar, güveniyorlar ve sizlere her türlü desteği veriyorlar. Azerbaycan sizlerin elinde yükselecektir. Azerbaycan bağımsızlığına kavuştuktan sonra bunun temelleri rahmetli büyük önderimiz Haydar Aliyev tarafından atılmıştır. Bu sağlam temeller üzerinde şimdi de değerli kardeşim İlham Aliyev'in büyük gayretleriyle yükselmektedir. Ama esas geleceğini sizler inşa edeceksiniz. Sizlerden iftar ediyoruz. Sizlerin başarılarının devamlı olmasını temenni ediyorum. Emeği geçen, hizmeti geçen bütün öğretmenlerimize, bu okulun kurulmasına yardımcı olan herkese şimdiden şükran duygularımı burada bir kez daha tekrarlıyorum ve Azerbaycan'ın değerli yöneticilerine de ayrıca tekrar teşekkür ediyorum. Sizlere duydukları güvenden dolayı. Bu məktəblər bizim ümumilli liderimizin Naxçıvanda o çalışdığı dövrün yadigarlarıdır. Və bu məktəblər də açılandan Naxçıvanda çox nüfuz qazandılar. Və o zaman ilk bir məktəb açıldı Naxçıvan şəhərində. Sonraki illərdə, yəni mənim burada çalışdığım illərdə Şərur Ordubat Qız Litseyi, Şərur Oğlanlar Litseyi açıldı. Və çox uğurla
fəaliyyət göstərirlər. Mən həmişə bu məktəblərin fəaliyyətini bizim məktəblərə, bizim müəllimlərə nümunə göstərmişim. Oranı bitirən uşaq, gənc, ingiliscə mükəmməl bilir, dəqiq elmlər orada çox yaxşı öyrədilir. Ona görə oranı bitirən gənclər Türkiyənin, Azərbaycanın istənilən ali məktəbinə qəbul olurlar. Bunlar da bizi sevindirir və eyni zamanda da bugün oranı bitirən gənclər gələcəyin Türk dünyasının qurucularıdırlar.